Of. Gəl sənə danışım indi Unfriended filmini. O kompüter ekranından baxılan dalbayobizm film var ha. Valla baxanda həm əsəbləşirsən, həm də maraqlanırsan ki, görün bu Zoom, Skype, Discord, nə bilim, Facebook çağında adamları necə öldürürlər. Bir dəstə yeniyetmə oturub Skype-da danışır. Ekran da belə, elə bil sən öz kompüterə baxırsan. Ancaq fərq odur ki, bu dəfə başqalarının desktopuna baxırsan. Dedim, Allah mən onsuz da öz desktopuma baxıram da. Bu nəyinə film çəkiblər? Amma yox film başlayanda birdən ölmüş qızın hesabından mesaj gəlir. Həmin qız kimdir? Laura. O vaxt məktəbdə qızın videosunu qoymuşlar YouTube-a. Rüsvay olub. O da intihar eləyib. Qardaşım, uşaqlar danışır. Birdən görürlər qrupa əlavə bir nəfər var. Adı da yoxdur. Profil şəklində boşdur. Deyirlər, bu kimdir? Çıxart. Amma çıxmır. Gördülər ki, vay, Allah bu ruhsat olmalıdır. Mən də baxıram. Deyirəm ki, mən olsamışım modemi söndürüb, routerda divara çırpıb, götün başımı açıb yataram. Bunlar da oturub elə zarafat eləyirlər. Bu ruh var ha. Qrupdakilərin bütün sirrini bilir. Facebook mesajlarını, gizli yazışmalarını, fotolarını, hətta silinmiş şeyləri belə ortaya çıxardır. Mən də baxıram, deyirəm ki, vay, bu bizim Discord-da ekləsə, millət bir-birini öldürər. Ruh deyir ki, kim yalan danışsa öləcək. Qaqa, bunlar da biri qızın sevgilisini oğurlayıb, biri narkotika gedib, biri xəyanət eləyib. Nəysə, hər şey ortaya çıxır. Mən də baxanda dedim ki, bu qrupun doğrudan da hamısı kötəşdir. Ən zoru bir sən nədir? Kamera açıq qalır, hamı ölür. Biri blenderi götürüb başına soxur. Valla evdə belə bir şey görsəm, blendera bir də salam vermərəm. O birisi özünü bıçaqlayır, biri özünü silahla vurur. Hamısı canlı yayımda, dostlarının gözü qabağında olur. Adam baxanda həm dəhşətə gəlir, həm də gülür. Deyir, bu qədər gitsiz, görürsünüz belə şeylər var, özünüz çıxın da. Yox, bunlar qalırlar. Nəysə, axırda tək qız qalır. Blair, deyirsən ki, bu xilas olacaq. Amma yox, o vaxt intihar edən Laura var ha. Bütün qrupun başına oyun açan elə odur. Qızın kompüterini bağlayanda kamera birdən açılır. Laura gəlir, bum, film qutarır. Mən etdim nə bu boyda hayküy, nə də sonu. Ancaq jumpscare idi. Unfriended filmini izlə və gələk mənim reaksiyama. Unfriended kinosuna bax. Sonra Skype, Discord və yaxud da nəyi açırsan aç. İnanırsan, öz dostlarınla danışmağa qorxacaqsan. Bu film həm də internetdə giz-giz hərəkətlərin nəticəsini göstərir. Bir dənə pis video qoyursan, bütün həyatın zibilə gedir. Bu arada buna ciddən deyinmək lazımdır. Çünki bildiyiniz qədər bunun zadına gedən çox adam var. Bir şey qoyub internetə, ondan sonra həyatı zibil olub. Və yaxud da birinə bir şey atıb, ondan sonra həyatı zibil olub. Ona görə mən nə sizə məsləhətim. Burada ruhsat yoxdur. Amma ruhu olmayan insanlar var. Ona görə hər şey diqqət edin. Amma Laura dilində desək, bu qədər də yox da ruh gəlib məni öldürsün. Əlbəttə yox. Qısası, film həm pox kimidir, həm də baxanda adamın əsəbi tutur. Mən baxdım, kompüterin kamerasını bağlamışdım. Hətta getdim, üstəlik routerı da söndürdüm. Valla, dedim ki, mənim xətəm bu filmi gecə vaxtı baxmaq oldu. Amma yaxşı ki, tək deyildim. Dostumla bir yerdə baxırdım. Biz də dostumla filmə baxanda, istər qorxulu, istər romantik, istər psixoloji film olsun, o filmi komediya eləyirik. Başqa film tövsiyələriniz varsa, kommentlərə yazın. Baxaram, keyfimə tüs eləyərəm. Nəysə.